Bizim köpüklərimizə baxın. Köpüklərimizə bu balacadır. Buna qızım Ponçik adını qoyub. Mənə bax hada. Getdi. Bir də orada var. Oy. Buna tənbəl adı qoyub. Çünki açsan baxırsan yatır. Mənə bax. Bu hardasa 3 aylıq falan olmalıdır. 3 ay keçər uşaq. Bu birisi balacadır ondan. Gel görün bura. Ha Ponçik. Ponçik. Ne bak adam saymırlar. Buranı belə bağlamışıq. Onlara yer eləmişik ev. Həyət. Burada da belə evləridir. Özləri üçün rahat-rahat burada gəzirlər. Ponçik. Ha, Ponçik. Nədir? Bugünün yeməyi balıqdır, farel. Bir də belə yanına düyü eləmişəm. Verməşillə qovurdum belə. Çəkmə düyü elədim. Belə qəşəng hazırladım. Salat da hazırlamışam. O masadadır. Belə uydurmasyon bir salat eləmişəm. Iceberg kələmi, xiyar, pomidor, biber, biraz yaşıl qaraq, bir də sezar sos. Sezar sosunu çox sevirlər. Həm də dadlı oldu belə. Yanında qoyub yeyərlər. Balıq hələlik bir dilim qoydum. İstəsələr burada var. Əlavə eləyərəm. Çox dolduranda birdən-birə yemirlər. Bu da belə salatdır. Belə mən balığın quyruq qismini çox sevirəm. Çox az da düyü qoydum belə bir qaşıq. Bolluca da salat yeyəcəm. Merak ediyorum da eğer böyle bir şey olsa kim oraya gidip seni şunu yapmaktan alıkoyacak? Nasıl olsa gidecek yani. Balığından da yaşlı. Nasıl olsa kovulacaksın. Bari son bir vurgunla kovul. Eğer bir Anne tabii olabileceğini düşünebilirsin ki. Şuna bak. Dünyada sadece birkaç tane var ve birini bozdu. Kaçmak istemiştir herhalde. Nerede? Bravo canım. Köymüşsün. O kadar da değil. Biraz daha da az. Bunun olabileceğini hiç düşünmemiştim. Bu 20 milyon doları açıklıyor. Az önce olan doğal felaket miydi? Evet, adı da şapşallık. Bunu bilemezsin. Futbol stadının çatısı kardan çöküyor. Bu da uşaqların vəziyyəti necədir bilmirəm. Yəni iştah baxımından. Bilmirəm tək bizdə belədir, yoxsa çox adamda belədir. Mənim uşaqlarımda elə bir tərəvəz yeməklə bağlı problem var. Düzdür, salatı qəşəng yeyirlər, amma salatı təkcə. Yəni belə badımcan bişirim, lobya bişirim və yaxud hansısa bir yeməyin içinə biber, pomidor, soğan, belə bir şeylər vuranda yemirlər. Soğanı vururam, necə çox xırda-xırda da doğrayıram və yaxud doğrayıcıdan keçirdirəm ki, yesinlər. Biber, pomidor falan vura bilmirəm çox yeməyə. Yay gəldi, yay tərəvəzlərinin heç birini yemirlər. Yəni ancaq məsəl üçün badımcanı dolmada yeyərlər. O da ki, da zülümlə. Lobya pişən günü evdə qırğın olur, yemirlər. Ancaq onlara gerək başqa bir yemək pişirim. Belə əti yaxşı yeyirlər, ət, toyuqdur, balıqdır. Xəmir yeməklərini qəşəng yeyirlər. Amma paxlallar yemirlər, tərəvəz yemirlər. Bu da uşaqlar üçün məncə vacibdir də. Yeməlidirlər hər qidadan, az-az yeməlidirlər. Mənim uşaqlarımda bu yoxdur. Kəşfətmə görəsiz, inanırsınız, ancaq yeməkdir də. Axşama kimi ancaq yeməklərə baxıram ki, mən bu uşaqlara bu tərəvəzi, paxlalları necə yedizdirə bilərəm? Hansı formada hazırlayım ki, yesinlər? Nə bilim, siz necə edirsiniz? Əgər yoxladığınız bir yöntəmlər varsa, işə yarayan, mənə də məsləhət edin. Deməli, nə qədər yedilər, onu da göstərim istədim. Düyü qaldı. Düyüdən hardasa 4 xörək qaşığı yedilər. Mən biraz çox qoymuşdum. Normaları 4-5 qaşıqdır. Maksimum elə yeyirlər. Balıqlarının hamısını yedilər. Burada belə dolu salat qoymuşdum. Göstərdim. Onu da hamısını yedilər. Sadəcə düyüdən qaldı. Belə.
Yəni az yeyən uşaqlara görə yenə də yaxşıdır, şükür. Yok, sen çaradadır. Karşıma. Döşənləmiş. Bir de özümüzü arkadan böyle fırlanarak. Zeh kurtarıbdı. Biz tane fırlanlıq, söhbət eləyirik. Bəlim axır bizi düşüb çağırıb ki, "Bala siz nə edirsiniz?" Uğur böcəkləri. Bu da simuşka. Bu da kedicik. Vallahi bir şey yemirik. Şey versem yer. Həyətimiz mini zooparkdır. Yo, yeməzəm də boğazında qalar. Deyir məzələnsən məndən bala. Danışdıqlarımız heç kimə de bana. Yaxşı. Yeni gündən hər kəsə salamlar. Necəsiz? Uşaqlara yemək hazırlamağa başlamışam günortaya. Daha doğrusu birazdan gələcəklər. Saat artıq 12-yə işləyir. Bugün tez buraxıblar, artıq məktəbin son günü idi. Burada deməli qiymə var. İçində soğan çəkdim, qatdım, bir qaşıq tomat, duz, istiot, azca da sumaq əlavə elədim. Biraz tuşməz olanda xoşları gəlir. Bir də belə lavaşlarım var. Belə mini lavaşlar var. Hazır lavaşdan qutab kimi bir şey eləyəcəm. Yəni hazır qutab, sonra tavada da bişirəcəm o üzbüz. Yeyəcəklər. Bunu çox sevirlər. Həm də tez bazar olur. Mənim üçün də rahat olur. Belə, həm də çox dadlı olur. Uşaqlar sevir bunu. Yəni normal qutabdan daha çox bunu yeyirlər. Ramazan zoom burada. Zoomsaydı canım kurtarar verer mi? Bayım olmuştu. Adam da Allah adam geldi. Adam da Bağdat mı olsun? Helal o da takım. Aman senden çok fazla bak. Gel otur. Bazen Gel otur. öyle aldım. Orada olmuş ya. Yok. Ehtiyatlı olun.
Bu broşka takısı. Hala verdi. Hansı xala? Değil bu. Milay'ın anası. Hə, qonşu. Hemen yapayım. Buranı gördüm. Həqiqi oyandı. Meşənin için göstərmişsən, qəşəng durur. Burada evler. Ben kafamda yapamam. Və burada var əminə. Buradan göz çuvalı bir çeşit alsa. Ha, orada da belə. Orada var su axır. Sənə göstərdim video və burada. Aa, indi kəsilib ki. Buradan axırdı belə. Buradan. Hə, indi axmır. Bilmirəm, bura belə meşənin içində restorandır. Oy. Belə meşənin içində bisetkalar var oturmağa. Hər tərəfində var. Ha, belə bir yerdə. Çox getməyin əminə. Ben hara Gəlin düşün qaydaq. Gedək çay içək. acı çıktım şimdi acısı. Hə, düşün ehtiyatla. Ayağınızın altına baxın. Orada sesim ayakkabımı size çoraplı çıkardım. Ayağımı suyun içine sokabilirim. Eleyebilirim öyle Yox, şey. eləmə canım. Sonra xəstələnərsiz. Ay başım nasıl? Yox, yox. Ben gittim. Gəl otur, gedək. Ben de gittim. Ehtiyatla. Baxın, orada da bir setka var. Böyle qabaqlarda da bir setkalar var. Ara-ara bir-birindən biraz məsafə saxlayıblar, yaxşıdır. Bir setkalar var, qəşəng çox da sərindir. Şöyle diyende. Telefonum suya düşməsə yaxşıdır. Ya bakın. Bak suda yüzü. Suda yüzü. 1950'de belaymış kazma. Burada da otururlar diye geçer manzarada. Ayaklarına bak, ayaklarıyla tekme şimdi böyle yüzür. Çok güzel, çok. Bura havuzdu. Güzel. Buna baş su içirəm də. Ben bura havuzdusa buranın su. Ben gaza bakacağım. Gəl, gəl. Ben de yollar Buralarda belə evlər var. Yəni kotejlər var. otel gibi. Hə, qalmaq olur. Günlük kirayə götürüb qalmaq olur. Burada belə var. 2 mərtəbədir. Sonra baxın orada ağacların arasında da var belə evlər, mini evlər. Ben çocuk. Ellerinde kılıç vardı hünkârım. O vakitten sonra hangi halk? Ya lazımdır de. Gəz, biraz gəz dolam. Sabahınız xeyir. Bu uşaqlarınız axtarıqıdır. Səhər yeməyi. Bu oğlumundur, bu qızımındır. Hərəsinin öz yediyi şeyləri qoymuşam burada. Bir saska, bir yumurta. Salamlar bir daha. Necəsiz? Sabahınız xeyir olsun. Gününüz xeyirli uğurlu keçsin inşallah. İstədim bir dəfə də belə üz-üzə salamlayım sizi. Biz
hazırlaşmışam. Qızım indi məktəbdə rəqsdədir. Sabah son zəngdir. Son zəngdə çıxışı var. Ona görə hazırlığa gedibdi. Öncədən bir prova kimi də elə bil gedib ki, bir də hazırlaşsın. Onu götürüb gedəcəyik şəhərə. Oğlum 1-ci sinifi qurtardı, elə bil son zəngidir. Ona gül buketi yığdırmalıyam. Gedib onu bugündən yığdırıb gətirəcəm, hazır olsun. Sonra güldən də qabaq bir dəfə həkimə getməliyik. Birinci həkimə getməliyik. Qızımın elə bir biləyini, əl biləyini renginə saldırmalıyam. Bir neçə gün öncə yıxılmışdı evdə. Yəni normal oynayanda qardaşı ilə yıxıldı, amma indi deyir ki, dünəndən deyir ki, biləyimdə ağrı var. Tərpədən deyəndə ağrıyır. İndi dedim, aparım o bir renginə saldırım. Ürəyim rahat olsun ki, heç bir şey yoxdur. İnanmıram ciddi bir şey ola. İnşallah olmaz. Yenə də bir dəfə saldırım. Renginə düşsün. Ürəyim rahat olsun. Belə, mən hazırlaşmışam. Bir dənə oğlumu giyindirmək qalıb. Bir də bu çolkalarımı biraz sərgiyə salacağım. Bu arada dünən meşə gəzintisindən sonra burada yaxınlıqdadır o meşə. Qəşəng yerdir, sərin bir yerdir. İstilərdə getməyə çox yaxşıdır. Biraz orada çay falan içdik, elədik, dincəldik. Ondan sonra şəhərə getdim. Elə axşamdan Xaçmaza getdik. Oradan oğluma qara şalvar aldım. Bunları göstərim. Bu şalvarıdır. Belə qara şalvardır. Ayağı biraz uzundur. Çünki tapa bilmədim. Yəni neçə yerə getdik. Bir dənə bunu əyninə uyğun tapdım. Beli falan yaxşıdır. Əgər biraz yekə olsa içində belə yeri var yığmağa. Ayağı da çox az belə uzun qaldı. Onu da qatlayıb elə hazırlatdıracağam dərzidə. Ki sonra da lazım olanda açaram da, yəni geyinər bir müddət. Bu belə şalvarı. Bu da ayaqqabısıdır. Bu da belə papyon almışam. Fiyonk, babuçka, nə bilim, nə deyirlər buna. Ondan aldım. Ayaqqabısı da belədir. Ayaqqabısı da belədir. Yumuşaqdır, yüngüldür. Bir dənə model var idi, bəyənmişdim. Üstü belə deşikli idi. İndiki mövsümə uyğun idi. Sadəcə onun razmeri yox idi. İkinci alternativ olaraq da bu var idi. Yəni çeşid çox yox idi. Ona görə bunu götürdüm. Bu da yenə çox qalın deyil, yüngül bir materialı var. Bir də inanırsınız ki, bunu nə çətinliklərlə tapmışam. Yəni bu da tam ürəyimcə deyil. Biraz belə çox yumuşaq materialda da istəyirdim şox dayansın. Saçlarımın gününə bax. Bunu çox çətinliklə tapdım. Qusarı gəzdim. Xaçmazı gəzdim. Bir dənə Xaçmazda Şimal Mall var. Geyim mağazası. Orada tapdım. O da kişad dilindən. Yəni uşaq ad dilində yox idi. Kişad dilində bəylik kostyumlar falan satılan bölümündən tapdım bunu. Yəni başqa yox idi. Bu qədər yerlər gəzdim. Bunu ancaq tapdım. Belə. Saçımı düzəldik. Tamam, dinləməyə həvəsim yoxdur. Biraz uçumsa qabağı sərgədə dursun belə. Biz getdik, gəldik. Gülü bağlatdırdıq. Göstərim belə. Aşkım qaşın açılsın da. Çatma qaşını. Qırışacaq. Moto, mənə bax bir dənə.
Gəlin əvvəlcə bugünkü tədbirin səbəbkarları olan məzunlarımızı alqışlarımızla dəvət edək. Buyursunlar. Egomuz biridir, şagirdidir hamımızın adı. Elə bil ki boyumuzda eğildi, aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onu bilmirdik ki bunu biz bir gün necə həsrətinə anırıq. Dünya hələ bizim üçün yanırdı, minarəsiz alışırdı, yanırdı. Özümüzü biz hamırak, özümüzü belə bəxtəvər sanırdık. Ömrümün en şirin ruhu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri. En temiz arzu motor. Edirik. Diqqət. Hamı ayağa qalsın. Azərbaycan Respublikasının dövlət himni səsləndirir. Keçmiş şəhidlərimizə və qazilərimizə borcluyuz. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edir. Son sen dedik, daha biz getirdik. Ayrılık acıdır bilirik. Size biz elveda dedik. Gedirik, daha biz gedirik. Gedirik, daha biz gedirik. Ayrılık acıdır bilirik. Size biz elveda dedik. Gedirik, daha biz gedirik. Her park diye bir park var. Gel. Bana. Asta. Yavaş.